Bizim yeni direktorumuzun təbrikinə gəlmişik. Nəzakət xanım, sizi təbrik edirəm. Sizə Allah can sağlığı versin. Bu qısa müddətdə öz sözünü dedin. Artıq yəni ki 9 qatalıq ərzində direktor rütbəsini açmaq özü bir liderlikdir. Yəni bu işdə ən birincisi məndən başladığınıza görə sizə təşəkkür edirəm. Yaşca çox böyüksüz, biznes sahəsində də məndən qat-qat sizin stajınız var, yəni belə deyim. Amma yenə də çox sağ olun ki, dəyərləndirdiniz. Çünki biri var ənənəvi biznes, tək çalışırsan, tək yerləşirsən, amma bu biznes artıq özün görürsən ki, tam fərqlidir. Biz komanda şəklində çalışırıq. Komandalarla belə bir gözəl yerlərdə, ortamda oluruq. Bax, bugün gəldik, bir yerdə oturduq. İnsan 5 gün həyat yaşayırsa, o işdə yəni necə olursa onu dəyərləndirmək lazımdır. Ona görə mənə çox xoş oldu sizlə çalışmaq, sizlə inkişaf etmək. Yəni bugün artıq qısa müddət olmağına baxmayaraq, sərbəst şəkildə öz komandanı idarə edən, inkişaf elətdirən, yəni çox gözəl bir rəhbərsiniz. Sizin komandanızı təbrik edirəm. Nəzakət xanım öz zəhməti ilə gəlib bu rütbəni açıb, təbii ki, hər zaman yanındayam. Yəni daima da olacaq. Rütbəsindən asılı olmayaraq biz bir yerdə çalışmalıyıq. Ona görə sizə uğurlar arzulayıram. İnşallah növbəti dəfə qısa rütbə demirəm, xırda rütbə, qısa rütbəsi təbrik etməyə gəlir. Hədəfim zaten odur. Bir yerdə Kipri gedərik. İnşallah, inşallah. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. O boyda mənə dəyər verib gəldiyiniz üçün sizlərə təşəkkürümü bildirirəm. Siz bir rəhbər kimi bizim başımızda olduğunuz üçün, mən komanda şəklində çalışdığım üçün həm komandama, həm sizlərə, hamınıza, Fabirlik ailəsinə təşəkkürümü bildirirəm. Yəni bu rütbə açmaqda təbii ki sizin zəhmətiniz çoxdur, komandamın zəhməti çoxdur. Təbii ki özüm də çalışmışam. Ona görə də hamınıza təşəkkürümü bildirirəm, minnətdaram. Ben de tebrik ederim. Çok sağ olun. Nəzakət xanım, sizə daha böyük rütbələr arzulayıram. İnşallah arzusunda olan bütün qızlara. İnşallah. Gəlin kataloqda sizi direktor İnşallah. Mən də təbrik edirəm. Ürəkdən həqiqətən çox sevirəm mən Nəzakət xanımı. Bu rütbəni görüb o qədər sevindim ki, gəlməyə bilməzdim. Qarşılıqlıdır. Təbrik edirəm canım mənim. Daha gözəl rütbələrə layiqsiniz. 9 kataloqda belə bir rütbəni tamamlamaq özü elə məqsəd deməkdir. Yəni sizin komandadakı qızlar şanslıdır ki, belə bir rəhbəri var. İnşallah mənim qızlarımdır. Kamila'nın, Karina, gəncdilər. Spasibo canım, spasibo. Əsas odur ki, Nəzakət xanım mənim kimi ilk növbədə öz qolunu, öz qızını yazdırıb. Burada Müsaləni də təbrik edirəm. 15% vitse direktor olub. Mənim də hal-hazırda qızım özlərinə də göstərdim. Bu qızlarla həm yaşıddır. Artıq direktor rütbəsindədir. İnşallah ki, daha məqsədlə çalışar və daha gözəl rütbələr açar. Ona görə Müsaləni də buradan təbrik edirəm. Mən də təbrik edirəm, Müsalih xanımı da təbrik edirəm, Əfsanə xanım da inşallah gələn kataloqda direktor kimi görmək istəyirəm. Allahın izi ilə Roya xanım baş direktor